Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Məsud Pezeşkiyanı bilirsiniz ki, Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət elədi və Pezeşkiyanı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkiyan da olub. İran liderinin həyat yoldaşının uzun illər öncə dünyasını dəyişməsi səbəbindən prezident seçkiləri zamanı da onu qızı Zəhra Pezeşkiyan müşayiət eləmişdi. O, digər xarici səfərlərə də atasının yanında gedib. Qeyd edək ki, Məsud Pezeşkiyanın 3 övladı var. Oğlanları Mehdi və Yusif, qızı Zəhra. Prezidentin qızı Zəhra Pezeşkiyan İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. Zəhra Pezeşkiyanın həyat yoldaşı Həsən Məcidi hazırda prezident administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyir.